Bugün yel çərşənbəsidir. İrəlidə daha bir çərşənbəmiz qalır ki, bahar bizə qədəm qoysun. Yel çərşənbəniz mübarək, əziz ağzı dualı, əli mayalı, dili xeyir dualı, ağbirçək nənələrimiz, ağsaqqal babalarımız, körpə uşaqlarımız, cavan gəlinlərimiz, ərən kişilərimiz, cavan insanlarımız, sizi bağrıma basıram. Bayramınız mübarək olsun. Gözləri könlü, gözəl olanlarımız. Ben ona dedim ki hayatımın ilki, ah bu ne işte bir sevgi. Çiçekler gibiyiz yalan, yalan. Gelin dostlar gelin yandır akşamı, dövre vurak şenlik eylesin hamı. Çok beni bir gördüm, seven insanlıktan sevdim. Ay sen hoş geldin. Ay sen ne güzel geldin. Bize parmağa gel. Ölmüşük gözlemeyden. Özümüzden yoktu. Melememiş Çingiz. Azal çekirik. Qızıldır da, qızıl. Qızıl da, Günəş xanım orada işləyir, çünki göstərə bilmirəm. Hal-hazırda əməliyyat gedir, əməliyyat prosesinə güc bəla ilə icazə alıb 2 dəqiqə qalıb istəmişəm ki, özüm də yaxınım deyə əməliyyatında iştirak edeyim. Sağ olsun, International xəstəxanasının rəhbərliyi, başda rəhbərlik olmaqla Günəş xanım sizə sonsuz təşəkkür edirəm və mənim də əzizimi inşallah ki, gözəlləşdirəsiniz. Bilirəm, zaten siz onsuz da gözəl əl işləriniz var. Odur ki, bu yaxınlarda hələ bir yaxınımı da gətirəcəm. Günəş xanım hal-hazırda iş prosesindədir. Mən də yollanıram aşağıda gözləmək. Yel çərşənbəniz mübarək. Hər kəsi salamlayıram. Yenə məşhur güzgü və bu dəfə Aynurə xanım məni hazırladı. Həm saçım, həm makiyajım bu gözəl xanımın əl işidir. Özü kimi gözəllər gözəli və eyni zamanda Eliyana xanımın bacısıdır, bilirsiniz Aynurə xanım. O da Eliyana xanımın komandasındadır. Burada peşəkarlar çalışır. Özünüzü tam etibar eləyə bilərsiniz. İstədiyiniz kimi görünmək üçün seçiminiz Eliyana Beauty olmalıdır və bugün də məni Aynurə xanım bu cür bəzədi. Mübarək, həmişə gözəllik olasınız. Var olasınız. Əllərinizə sağlıq. Siz də açırsınız ATV-ni 12:30-dan düz 14:00-a kimi Sağlam Gün Ay qarşınızda olacaq. Məni bu saç və makiyajda görəcəksiniz. Görüşərik. Lena Beauty-dəyəm. Gəlmişəm Aygün xanımın yanına gördüyünüz kimi RF kayotasiya masaja. Çünki əməliyyatdan sonra masaj mütləq lazımdır. Konsertə görə yubandırmışdım. İndi davam edirəm. Amma yəni əməliyyat olmayan xanımlar da G5 aparatı var. Dərinin yığılmağı üçün, arıqlamaq üçün, sellütlərin aradan götürmək üçün. Yəni müraciət edə bilərlər Aygün xanıma. Biz başlayaq Aygün xanım. Baxın, dəyərli izləyicilərim, mən bu geyimdə harda ola bilərəm? Yalnız və yalnız gözəl doktorun, Günəş doktorun yanında. Çünki əmanət etdiyim çox dəyərli, öz belə deyim, yaxınıma əmanət edirəm. Bilirsiniz ki, Günəş doktora ancaq və ancaq öz əzizlərimi, yaxınlarıma əmanət edə bilərəm. Çünki bilirəm ki, işinin peşəkarıdır, maşallah olsun, Azərbaycanda sözünü demiş, peşəkar həkimimiz. Əlləriniz var olsun, gözəl o qızıl əlləriniz var olsun ki, bizim gözəl xanımlarımızı bu qədər gözəlləşdirirsiniz. Təşəkkür edirəm, dərin təşəkkür edirəm. Rəsmiyə xanımdakı maşallah bizi Ayşəvadımız nömrə verdi. Odur ki, mən də əmanət etdirəmsə, demək ki, Zemfirə xanım həqiqətində düz edir. Çünki mən heç vaxt seçimimdə yanılmamışam. Öpürəm sizi. Gözlər vurmuşuq dərmanlıdır, çıxacaq kifliklər. Dodaqdan bağlıdır. Çünki əridəcik və Gülnar xanımın yeni texnikası ilə dodaq yığacaq. Əllər parafinli. Baxın, görürsünüz. Ad günü necə hazırlıq görür qızlar var. Hamısı svejin olacaq. İndi kiflik otağındayım.
Mehin xanımın otağındayım. Dedim ki, Meyişqa, mən sabaha başqa model kipriklər elə, ona görə də bunları, bu mokro tuş effektidir, qıraqları belə, indi dərmanlıdır. Çıxardacaq, onlara yığacaq inşallah. Bu günlərim Kamila Beauty-də Maura Mila xanım məni makyaj edibdi. Birinci dəfədə makyaj edibdi, amma çox gözəl edibdi. Çox bəyəndim. Əllərinə sağlıq, gülüm, var olasan. Çox sağ ol Kamila Beauty. Hədəriyə xanım, çox təşəkkürlər. Giyimim isə rəngi o qədər gözəldir, çox gözəldir. Şeva xanım, çox sağ olun. Rauf usta. Allah oruç tuttuğun oruçları, namazları qəbul eləsin inşallah. Bəli, Allah dualarını qəbul eləsin. Və Park Zəfəran yenə də bizim üçün halva, xurma. Bu da nə idi? Bunun adı nə idi? Usta. Nədir o? Sütlaç deyə bilsin. Hə, nə bir daha, bilmirəm. Pişirənlər daha yaxşı bilərlər, amma çox dadlıdır. İçində qozda falan da var. İftarı gözləyirik və çəkilişə hazırlaşırıq. Çəkilişə hazırlaşırıq. Baxmayaraq ki, bir saat gecikmişəm, amma yenə də hələ gecikirik. Çəkiliş də gecikir, biz də gecikir. Hə, Rafsa? Rafsa, nə pişirəcəksən bugün? Bir gün bizdə balıq salatı, Yəni, bahalı. bir də toyuq olma, şabalıqdan nar sousunda, məkanlar. Amma iftara çatmadıq da, indi bir daha gözləyəcəyik. Bir yarım saat gözləyəcəyik, yenə bax pişirəcəyik. Yel çərşənbəniz mübarək. Hər kəsi salamlayıram. Yenə məşhur güzgü və bu dəfə Aynurə xanım məni hazırladı. Həm saçım, həm makyajım bu gözəl xanımın əl işidir. Özü kimi gözəllər gözəli və eyni zamanda Eliyana xanımın bacısıdır, bilirsiniz Aynurə xanım. O da Eliyana xanımın komandasındadır. Burada peşəkarlar çalışır. Özünüzü tam etibar eləyə bilərsiniz. İstədiyiniz kimi görünmək üçün seçiminiz Eliyana Beauty olmalıdır və bugün də məni Aynurə xanım bu cür bəzədi. Həmişə gözəllikdə olasınız. Var olasınız. Əllərinizə sağlıq. Siz də açırsınız ATV-ni 12:30-dan düz 14:00-a kimi Sağlam Gün Ay qarşınızda olacaq. Məni bu saç və makyajda görəcəksiniz. Görüşərik.